Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün təbii ki, ilk öncə biz qızıldan başlayarıq. Yəni qızıl və Bitcoin gündəmi zəbt edən qızıl və Bitcoin eyni zamanda neft nə edəcək bu günləri? Yəni rolikin ardında siz YouTube kanalında baxa bilərsiniz. Yəni ətraflı YouTube kanalına baxa bilərsiniz. Yəni biz keçək qızılda bugün gündəlimiz isə 82 dollardır və dünən nələr etdi? Dünən səhər saatlarında bildiyiniz kimi səhər açılandan 55 dolar yuxarı qalxdı, sonra 42 dolar aşağı inəndən sonra yenidən 42 dolar yuxarı doğru istiqamətini davam etdirdi. Axşam saatlarında isə 31 dolara yaxın korreksiyalar verdi və sonda 3 bucaq yarandı. Biz 3 bucağın hansı hissələrini diqqət eləməliyik? Yəni 2 nöqtə nəzər çatdıram. Onlardan biri 3252'lərdir. İkinci bir alış əməliyyatları üçün, ikinci isə müqavimət xəttidir. Yəni və ikinci isə dəstək xətti 3190'lardır. Yəni bu nöqtələrə diqqət eləməli. Qaçılmaz bir hədəf var orada. Yuxarıdakı 3319, 18, 19'lar. Bunları da nəzərdən qaçırmayın. Və eyni zamanda günün ikinci yarısından sonra xəbərləri mütləq izləyin. Xəbərləri izləyin. Keçək biz Bitcoin'ə. Bitcoin'də nələr baş verdi? Yəni bildiyiniz kimi Bitcoin 107'lərə qalxandan sonra bu yeni bir siqnal idi. Təbii ki, bu onu göstərir ki, ondan xəbər verir ki, Bitcoin'in yaxın günlərdə, ən qısa zamanda 111 və 115'ləri görməsi planlaşdırılır. Və eyni zamanda nəzər çatdırım ki, yəni bu hallarda bütün kütlənin marağı, yəni coinlara, təbii ki, əgər Bitcoin qalxarsa, digər coinlar, yəni PP, Solo, Trump coin'e yəni söz verə bilmirəm. Çünki Trump coin yəni özü-özlüyündə hərəkət edir. Yəni istədiyi zaman qalxıb təsəvvür 70.000'dən 7.000'ə qədər enməsinə, yəni bu təbii ki, bir çox coin alıcıları şoka saldı. Neysə, yəni keçək biz coinlara, yəni baxın coinlərdə nə olacaq? Təbii ki, Bitcoin qalxandan sonra bir çox coinlər də yuxarı doğru istiqamətdə davam edir. Necə ki, hələ ki qalxır. Biz bunu yəni yanvar ayında söyləmişdik. Yəni aprel-may aylarına qalxacağını. Eləcə, gəlin keçək biz funtun dolar rəqabətindən. Funtun dolar rəqabətində biz nələrə diqqət etməliyik? Yəni bildiyiniz kimi dünən səhər saatlarında yuxarı doğru istiqamətdə 1350 pips qalxdı və biz dünən qeyd etdik ki, nəzərdə çatdırdı ki, günün ikinci yarısında saat 3'dən sonra korreksiyalar verdi. Təbii ki, 38% korreksiya verdi. Mükəmməl bir nəticə ilə biz bazardan çıxdıq. Yəni bugün günün hansı hissələrini qalxacaq? Artıq deyək ki, yəni ümumi olaraq yeni bir təməl atıb qalxışa doğru və yuxarı doğru istiqamətdə davam edir. Sadəcə olaraq yəni dəstək xəttini nəzər çatdırın 1.33, yəni 200'lərə diqqət etmək lazımdır. Bu qədər, yəni keçək biz Euro dolar rəqabətinə, Euro dolar rəqabəti gündəlimiz 950 pipsdir və dünən 1271 pips yuxarı qalxandan sonra bu 50% korreksiya verdi. Bunu biz söyləmiş saat 3'dən sonra satış əməliyyatları gəldi və korreksiyanın alış əməliyyatları təbii ki, yenidən yəni yuxarı doğru istiqamətdən davam etdirir. Eyni zamanda bir support həddini nəzər çatdırım. Yəni bu 1.12'lərdir. Buna diqqət etmək lazımdır. Keçək biz neftə, crude oil və future spotlar hər ikisində, yəni 3 bucaq yaranıb, yəni tərəddüddədir, qalxsın mı, qalxmasın mı, təlimat var mı, yox mu? Təbii ki, biz 2 nöqtəyə diqqət etməliyik. Crude oil'da 65-70'lərə, satışlar isə 64'lərə, future spotlarda isə 66 alışlar üçün, 65'lər isə satışlar üçün. Keçək biz Nasdaq, S&P, Dow Jones və DAX-a. Yəni bunlar D1 zaman itibarı, bir saatlı zaman, çox özür dilərim, D1 zamanı, gündəlik zaman itibarı biz diqqət etsək, hər dördü ümumi istiqamət yuxarıdır. Amma mütləq dəstək xəttini yaddan çıxartmayın, buraya diqqət edin. Təbii ki, bu dəstək xəttini əgər qırarsa, çox sürətli aşağı bir dəstək xətti var. İkinci dəstək xətti oraya qədər yenə edə bilər. Hələ ki, ümumi istiqamət yuxarıda, sağ olun. İnşallah görüşmək ümidi. Eyni zamanda nəzər çatdırım ki, bizdə bu ay ərzində hələ ay tamamlamayıb, həm 50 dollar sizə real hesabımız yəni durur, yəni bir neçə nəfərə yəni müraciət edəsin və biz sizə 50 dollar bir real hesab verək, istifadə edin. Eyni zamanda isə bizdən yəni endirimli təlimlər də mövcuddur bu ay ərzində. Sağ olun, görüşmək ümidi ilə.